Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəkçiliyinin təşkilatçılığı ilə Azərbaycan Hepato-Pankreato Biliar Cərrahlar İctimai Birliyi tərəfindən həyata keçirilən Sağlam Qaraciyər, Sağlam Həyat Mazmunu seminarında səmimiyyətlə salamlayıram. Bugün burada toplanmağımızın məqsədi cəmiyyətimizdə sağlam həyat tərzini təşviq etmək, qaraciyər sağlamlığına dair maarifləndirici bilikləri paylaşmaq və bu sahədə atılan mühüm adımları birgə müzakirə etməkdir. Əziz dostlar, tədbirimizə başlamazdan öncə vətən uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəni sükutla yad edək və ardınca Azərbaycan Respublikasının dövlətini səsləndirir. Teşekkür edirik. İndi isə seminara rəsmi keçid alırıq. Çıxış üçün Yeni Klinikanın direktor müavini, Azərbaycan Hepato-Pankreato Biliar Cərrahlar İctimai Birliyinin sədri Doktor Eldar Əhmədoğlu səhnə ilə tutur. Hər kəsə salam. Bugün bu tədbirdə iştirak etdiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sizin dəyərli vaxtınızdan istifadə edib bizə bu proqramı təşkil etdiyiniz üçün və bizə dəstək olduğu üçün hər kəsə təşəkkür edirəm. Başda Azərbaycan Partiyasının Nizami Təşkilatının sədri Ramil Vəlibəyova təşəkkürünü bildirirəm bizə bu şəraiti yaratdığı üçün. Ümumiyyətlə, bugünkü toplantımızın əsas məqsədi nədir desək, biraz əvvəl də qeyd olundu. Bizim bir Azərbaycan Hepato-Pankreato Biliar Cərrahlar İctimai Birliyi deyə bir qurum yaratdıq, İctimai Birlik yaratdıq. İctimai Birlik təqribən bir ilə yaxın fəaliyyət göstərir. Bizim fəaliyyət müddətimizdə müxtəlif tədbirlər oldu. Əsas tədbirlərimiz tibbi tədbirlər idi. Ancaq hal-hazırda bizim bu tədbirimiz sadəcə tibbi deyil, eyni zamanda bir maarifləndirici tədbirdir. Bu maarifləndirici tədbir nədir? İnsan orqanizmdə ən önəmli orqanlardan birisi deyərdim ki, ən önəmlisi olan qaraciyərdir. Qaraciyərini necə qorunmalıyıq, qaraciyərinə necə davranmalıyıq? İnsan qaraciyərinə olan şeydir. Bunun vaxtında qarşısını almasaq hansı fəsadlara yol gətirə bilər, bunlar çox önəmlidir. Biz bir həkim olaraq, bir cərrah olaraq uzun illərdir bu xəstələrlə təmasdayıq. Bu xəstələrin hansı nələrlə qarşılaşdığını çox yaxından görürük və buna görə də bizim bu tədbirlərimizin məqsədi budur ki, insanlar arasında, əsasən də gənclər arasında qaraciyərimizlə necə davrandığımızı öyrənmək və bunları eyni zamanda digər insanlara anlatmaq. Yəni, bu çox önəmlidir. Ona görə də bugünkü tədbirimizdə bizim iki məruzə olacaq. Əsas bir qaraciyər orqan bizim İntisar xanım, Yeni Klinika orqan transplantasiya koordinatoru. Eyni zamanda bizim ikinci çıxışımız isə diyetoloq, yəni qidalanma ilə əlaqələr Gülnar xanım, həkimimiz Gülnar xanım bizi bu vaxtda bizə məlumat verəcək. Mən deyərdim, çox vaxtınızı almaq istəmirəm. Gəldiyiniz üçün təşəkkür edirəm. Bundan sonraki məruzələrə çox diqqətlə qulaq assanız görəcəksiniz ki, həqiqətən qaraciyər nə qədər önəmli orqan olduğunu görəcəksiniz. Hər kəsə təşəkkür edirəm. Məncə başlayırlar. Çox sağ olun.
Təşəkkür edirik. Nəzərdə çatdırmaq istəyirik. Azərbaycan Hepatopankreatobiliar Cərrahlar İctimai Birliyi tərəfindən həyata keçirilən tədbirlər ilk tədbir deyil və bu silsilə tədbirlərdir. Bununla bağlı, eyni zamanda layihə ilə bağlı kiçik bir video çarpı hazırlanıb. Diqqətinizə həmin video çarpı çatdırır. 1975-ci ildə Ağdam rayonunda anadan olmuşam. 9 yaşında ödem əməliyyatı keçirdi, ödüm çıxarılmışdı. Klinikalarda oldum, bu xəstəliyimin mənə qalib gəldiyini. Beləliklə, qaraciyər transplantasiya ikinci şans mövzusu çərçivəsində həm də gözləmə siyahısının yazılması üçün nə etməliyəm sualına cavab vermək üçün doktor İntizar Məmmədovanı səhnəyə dəvət edir. Hamınıza xoş gördük, salamlayıram. Mən yeni klinikanın transplantasiya koordinatoru doktor Məmmədov İntizar. Sağlam qaraciyər, sağlam həyat deməkdir. Qaraciyər çatışmazlığı, qaraciyər funksiyası pozulduqda demək olar ki, həyatın bütün ritmini dəyişir, gündəlik həyat fəaliyyətləri çətinləşir. Xəstələrdə yorğunluq, dəri problemləri, yaddaş pozğunluğu, fiziki, emosional dəyişikliklər baş verir. Bu xəstələrin demək olar ki, həyatı xəstəliklə mübarizə ilə keçir. Çünki qaraciyər çatışmazlığından əziyyət çəkən bir insanla qaraciyəri köçürmüş bir insan arasında çox böyük fərqlər vardır. Bu fərqlər təkcə tibbi olaraq deyil, həm də xəstənin psixi, sosio-emosional vəziyyətində də çox təsir edir. Qaraciyər köçürülməsi xüsusilə qaraciyərin son çatışmazlığı mərhələsində bizim qarşımızda durur və uğurlu bir transplantasiya əməliyyatından sonra xəstənin həyatı köklü bir şəkildə dəyişir. Fiziki sağlamlıq bərpa olunur, yorğunluq aradan qalxır, xəstə istədiyi kimi qidalana bilir, işinə davam edir. Bütün həyat məhdudiyyətləri aradan qalxır. Qaraciyər transplantasiyası zamanı donordan qaraciyərin müəyyən bir hissəsi götürülür. Bu adətən həm xəstənin çəkisi uyğun olaraq, bir də donorun çəkisi uyğun olaraq dəyişir. Bəzən 60, bəzən 70% bir hissə qaraciyər götürülür donordan. Və burada bir meyarlar var ki, bir xəstə üçün bəzən bir neçə qaraciyər donoru yoxlanır. Böyrəkdə deyəlim ki, bir donorun böyrəyi funksiyaları normalda heç bir xəstəlik yoxdur, götürülür. Amma qaraciyərdə götürülən pay həm xəstə insana yetməlidir, həm də donorun özündə qalan hissə də donorun özünə çatmalıdır. Bu nöqteyi nəzərdən biz qaraciyərin tomografiyası olunur, ondan sonra qaraciyərin həcmi hesablanır və resipiyentlə birlikdə bu çəkiyə uyğun olaraq tənzimlənir. Uşaqlar üçün sağ pay və sol pay götürülə bilir. Uşaq olanda kiçik olan sol pay götürülür, amma yetişkinlər üçün sağ pay götürülür. Çox arıq şəkilli xəstələrdə də bəzən sol pay götürülə bilir. Meyit donorda isə bilirsiniz ki, artıq ölkəmizdə 70 milli bütün qaraciyər götürülür. Bəzən əgər siyahıda olan iki xəstə varsa, böyük hissəsi bir yetişkin insan üçün götürülür, qalan kiçik hissəsi isə hər hansı bir uşaq xəstəyə köçürülür. Qaraciyər transplantasiyasından sonra xəstələr, ömür xəstələr deyək onlar sağlam həyata qovuşurlar. Bədənə ideal orqan qoyulduğu üçün onlar davamlı immun sistemi zəiflənən dərmanlar qəbul edirlər. Bu nöqteyi nəzərdə onlardan keçirlərdə ailə dəstəyi lazımdır onlara mütləq. Əlbəttə ki, sağlam qidalanmalılar, alkohol içkilərdən, sigaretdən uzaq durmalılar və hərəkətlə həyat rejimində olmalılar. Sağlam qaraciyər sağlam həyat deməkdir. Bu həqiqətən də biz onu xatırlanır ki, qaraciyər sadəcə bir orqan deyil, o bizim həyat keyfiyyətimizin və uzun ömürlüyümüzün açarıdır. Beyin bölümümüzün var bilməsiniz ki, bizdə də artisiyəlikdən orqan transplantasiya əməliyyatları icra olunur. Ürəyin, qaraciyərin, böyrəyə, daim görüşümüzdə hələ aparılır. Şəkərdən əziyyət çəkən xəstələr, əgər böyrək çatışmazlığı yaranırsa, o xəstəyə həm böyrək köçürülmək lazımdırsa, onu həm böyrək köçürülür, həm də böyrəklə bir yerdə bəlaxı vəzər transplantasiya olunur və o şəkərdən azad olunur. Beyin ölümü zamanı ürək qan damar sistemi fəaliyyət göstərdiyi halda beyin və beyin kütüyü biri bir ay, 1 il, 5 il, 10 il sonra belə geçirdiyi an artıq onun ölüm anı sayılır. Əməliyyat beyin ölümü keçirəndən sonra ölkəmizdə artıq dediyimiz kimi beyin ölümü öldükdən sonra orqanlarını bağışlamaq deyə orqan doğrulama transplantasiyası mərkəzindən yoxdur. Yaxınlarımız olur, kiminsə anası, bacısı, büyüsü olur, dayısı olur, donor ola bilir, amma hər kəsin donor yoxdur. Bizim gözləmə siyahımızda xəstələrlə məşğul olur.
Hər həftə danışdığımız, müayinələrimizə gələn xəstələr olur ki, onlar bizə baxır ki, dünyaları dəyişir. Çünki sirozda o insanın yaşama şansı yoxdur. Ürək çatışmazlığı var, onun yaşama şansı yoxdur. Ona əgər orqan köçürülürsə, ürəkdə ancaq meyit olunur. Amma qaraciyər və böbrekdə canlı donurdan istifadə edilir, amma hamının donur yoxdur. Sizlərin arasında yəqin ki, var canlı olaraq da orqan çatışmazlığından əziyyət çəkən kimlərsə, böyük qaraciyər, canlı donma olmaqdan da qorxmayın, çəkinməyin. Hər hansı bir mərkəzə yaxınlaşıb bu barədə də sual edə bilərsiniz, öyrənə bilərsiniz riskləri. Onlara donur olun, canlı halda həm yaşayın, həm yaşadın. Həm də ki, sağlığınızda əgər, mən misal üçün bağışlamışam orqanlarını öldükdən sonra istifadə olmaq üçün, mən sağlığımda bağışlayıram. Amma sağlığımda bunu bağışlamıramsa, sabah mənim orqanlarımı bağışlamaq istəyim, ailəmdən asılı olur. Ailə də ki, bağışlamaq istəmirəm, bu mənim şəxsi fikrimdir ki, mən bağışlamaq istəyirəm və bağışlamışam. Valideynlərimə bağışlayıram. Bu şüarda aktiv olmaq lazımdır, çünki heç kim orqan çatışmazlığına sığortalamıyor. Tədbirdən sonra kimsə bağışlamaq istəsə, yaxınlaşar, sənədi imzalayar. İstədiyiniz zaman bu sənədi ləğv edə bilərsiniz. Öz sizin SİMA proqramınızı aktiv etmək bu istəyinizə ki, siz orqan donuru olursunuz. Nəsə, sualından varsa buyura bilər, istər transplantasiya barədə və ya kimsə yaxın əziyyət çəkir, meyitdən köçürülmək üçün siyahıya yazıla bilər. İstədiyi bir mərkəzi seçir, oraya yaxınlaşır və donur yoxdur. Bir yaxınınız var, donur yoxdur. Dializdədir və ya siroz xəstəsidir və ya ürək çatışmazlığı var. Yaxınlaşır, növbəyə durur. İndiyə qədər 3-4 meyitdən ölkəmizdə orqan köçürülür. Və bu xəstələrə, insanlara maraqlı olan ki, hansı sıralama ilə olur. Məsəl üçün, bizim xəstəxanada mən gəlib bir xəstə gələn yazılıb, qeydiyyatda bir xəstə bir ay sonra yazılıb. Sabah meyit donur çıxanda o sistemdə kompüterlə ilk öncəki isə növbə onun olur. Yəni, bu sadəcə kompüter sistemində seçilir. Orada heç bir insani faktor olmadan, hamı qeydiyyatda açıla düşürsə, o vaxt olur. Və hər qan qrupundan da orqan köçürülür. Bunun da öz məyarları var ki, hər meyitdən də yararlanmaq olur. O köçürülən meyit də sağlam olmalıdır. Köçürüləcək şəxs də əməliyyata uyğun olmalıdır. Belə diqqətiniz üçün təşəkkür edirəm ki, nəsə sualı varsa verə bilər. Növbəti çıxış üçün səhnəyə dəvət edilir diyetolog Gülnar Abdullayeva, mövzu qaraciyərin qorunmasında qidalanmanın rolu. Hörmətli konferans iştirakçıları, hamınızı salamlayıram. Mən bugün sizə qaraciyər qorunmasında qidalanmanın rolu haqqında danışmaq istəyirəm. Qaraciyər orqanizmin həm böyük vəz orqanıdır. Təxminən çəkisi 1,5 kilograma qədər ola bilir. Qaraciyər orqanizmdə bir sıra funksiyaları icra edir. Ona görə hər hansısa bir onun işində olan bir pozğunluq bütün orqanizmə bir olaraq ki, mənfi təsir göstərir. Qaraciyər orqanizmin biyokimyəvi laboratoriyasıdır. Qaraciyər xüsusən də orqanizmdə yağların həzm olunması üçün lazım olan öd istehsal edir. Bu, sutka ərzində hardasa 1 litrə yaxın öd hasil edir. O da qaraciyərin altında yerləşən öd hissəsində saxlanılır və lazım gəldikcə həzm sisteminə buraxılır və orada istifadə olunur. Bundan başqa qaraciyər həmçinin qanda olan artıq miqdarda glikoza molekullarını tutub saxlayaraq həzm olunmayan polisaxarid olan glikogenə çevirir və qaraciyər hüceyrələrində dənəciklər şəklində saxlayır və lazım gəldikdə yenidən bu glikogen glikozaya çevrilərək həmçinin qana buraxılır. Bundan başqa qaraciyərdə bir sıra vitaminlər, A, D, E, karikatin, fol turşusu, bir sıra məsələn mineral maddələr, mis, sink, dəmir, yəni ki, mineral maddələr ehtiyat halında həmçinin toplanılır. Qaraciyər özü bir təbii filtrdir, süzgəcdir. Yəni, o, orqanizmin ən böyük detoks orqanlarından biridir. Bədəndəki zərərli toksinləri zərərsizləşdirərək orqanizmdə bir sıra mürəkkəb çevrilmələr baş verir və sidik öd vasitəsilə orqanizmdən həmin bu zərərli toksinlər həll olunmuş vəziyyətə gələrək orqanizmdən çıxarılır. Qaraciyər özünü çox bir yüksək dərəcədə bərpa etmə qabiliyyətinə malik bir orqandır və yüksək davamlılığa malik bir orqandır.
xəstəlikləri dedikdə biz qaraciyərin piylənməsi, steatoz, sonra hepatitlər A, B, C, D, sonra qaraciyərin sirrozu və nəhayət qaraciyərin şişləri, o da xoş xassəli, hemangioma və bəd xassəli, yəni xərçəng xəstəliyi kimi xəstəlikləri vardır. Deməli, qaraciyəri qorumaq üçün hər bir insan öz həyat tərzində dəyişikliklər eləməlidir. Həmin bu dəyişikliklər də aşağıdakılardır. Birinci, susqalıq gündəlik, yəni maye qəbuludur. Hər bir insan öz kiloqram çəkisinə, hər 1 kiloqram çəkiyə görə 30 ml miqdarında susqalıq maye qəbul etməlidir. Təqribən, məsələn, 50 kiloqramlıq bir insan litr yarım gün ərzində, məsəl üçün, maye qəbul etməlidir. Mayeni əsasən yeməkdən 30 dəqiqə əvvəl və yaxud yeməkdən 30-40 dəqiqə sonra, yəni qəbul etmək daha məqsədə uyğundur. Fiziki aktivlik. Hər bir insan gün ərzində 10.000 addım atmalıdır. Təmiz havada hər gün mümkünsə 30-40 dəqiqə yəni ki, yürüyüş etməlidir təmiz havada və əgər mümkündürsə həftədə 2-3 dəfə də yəni fiziki aktivlik, hər hansısa bir idman növündən də yəni məşğul ola bilər. Yuxu rejimi. Yuxu rejimi də həyat tərzinə təsir edən əsas vacib bir, yəni lazım olan şeylərdəndir. Hər gün, hər bir insan axşam çalışır ki, 22:00-dan və yaxud da 23:00-dan ən azından yuxuya gedəsiniz. Çünki bu vaxtda, yəni orqanizmdə əsas maddələr mübadiləsində iştirak edən melatonin hormonunun sintezi başlayır. Yəni bunu da qaçırmamaq lazımdır ki, bu da gəlir maddələr mübadiləsinin, yəni ki, çox böyük təsiri vardır. Və deməli, həmçinin qaraciyərin həzm sisteminin yükünü azaltmaq üçün də mütləq, yəni yatmazdan 2 saat öncə bütün yeyib içmək, yəni hamısı bitməlidir. Artıq çəki, yəni bu da həmçinin önəmli faktorlardandır. Yəni çalışın ki, kimdə artıq çəkilər varsa, yəni bunlardan azad olasınız. Düzgün qidalanma da həmçinin qaraciyərin sağlamlığının yəni ki, qoruyur və onun funksiyalarını da həmçinin stimullaşdırır. Qaraciyərə zərərli bir sıra vərdişlər, vasitələr, bir sıra yəni qidalar vardır. Qaraciyərə təsir edən bir sıra vərdişlərdən dərmandan sui-istifadə etməkdir. Məsəl üçün, biz öz aramızda görürük ki, insanlar vardır ki, adi temperaturu 37 dərəcə olanda və yaxud adi bir baş ağrısında, adi bir öskürəkdə, məsələn, ağrı kəsicilərdən, qızdırma salcılardan və yaxud antibiotiklərdən istifadə edirlər. Alkoqol qəbulu qaraciyər üçün demək olar ki, ən zərərli qida məhsuludur. Onun tərkibinin bir hissəsi olan etanol qaraciyər hüceyrələrini məhv edir, oradan fibroza, hətta sirroza qədər gətirib çıxarda bilir. Ağır metallar da həmçinin yəni orqanizmin qaraciyərə zərərli təsir göstərən bir vasitələrdəndir. Biz ağır metalları orqanizmimizə necə alırıq? Bu, əkinçilikdə istifadə olunan, yəni ki, gübrələrdir, herbisitlər, pestisitlər, evdə istifadə etdiyimiz, məsəl üçün, teflon tavalardır. Əgər onlar cızılıdırlarsa, yəni bunlardan da orqanizmə həmçinin toksinlər gedir. Çalışın, cızılmış tavalardan, yəni istifadə etməyəsiniz. Sonra istifadə etdiyimiz, məsəl üçün, evdə antiperspirantlardır, təmizlik vasitələridir. Çalışın onları alanda tərkibində alüminium 0 yazılan, yəni ki, antiperspirantlardan istifadə edin. Çünki bu da orqanizmdə alüminium yığılmasına gətirib çıxarır. Bundan başqa fayqalı qablardır, məsəl üçün, fayqa rulonları satırlar. Onlardan çox çalışın, onlardan istifadə edin. O da orqanizmdə həmçinin alüminium yığılmasını gətirib çıxardır. Bundan başqa mətbəxdə istifadə etdiyimiz yuxucu vasitələr, təmizlik vasitələri, bunlardan da bacardığınız qədər bir qədər əlcəkdən istifadə edin ki, orqanizmlə tam təmasda olmasın. Sonra dənizin dibində yaşayan bir sıra canlılar var, məsəl üçün dəniz canlıları, midyalardır, məsələn ton balığıdır, bir sıra balıq növləridir. Onlar da tez-tez, yəni qida rasionumuzda çox istifadə etməyin. Onlar civə ilə zəngin olurlar və onlardan tez-tez qida rasionunda istifadə etmək orqanizmdə civə toplanmasına gətirib çıxara bilər. Yüksək glisemik indeksə malik qidalardan dedikdə, məsələn, ağ çörəkdir, sonra makarondur, sonra düyüdür, kartofdur. Bunlardan da qida rasionunda çalışın tez-tez olmasında həftədə 1-2 dəfə, 3 dəfə istifadə edəsiniz. Şəkər şirniyyatlardan imtina etmək daha faydalı olar. Konfet, pirojna, pechenye, mürəbbə, bunlar da həmçinin çox istifadə qaraciyərə ziyanlı verir.
Sonra ümumi doymuş yağ qəbulunun azaldılması. Yəni heyvani yağlardır, məsələn trans yağlardan imtina. Pərhizdə ən çox yəni kətan yağıdır, zeytun yağıdır, təmiz günə baxan yağıdır. Sonra avokado yağı, yağlı toxumlardan istifadə edə bilərsiniz. Məsələn çərəzlər, fındıq, araxiz, boran tumu, onlar çox faydalı, yəni təbii yağlarla zəngindirlər. Bundan başqa balıq yağları, məsələn bunlar da təbii yağlardan, yəni ki daha faydalı yağlar hesab edilirlər. Bütün xasil məhsulları, istəyir ət, balıq, tərəvəz, sonra fast food qidalar, qazlı şirin içkilər, bunlar hamısı yəni qaraciyərə zədələyici təsir göstərir. Sonra müxtəlif hazır souslardır, ketçuplar, mayonezlər, işlənmiş ət və ət məhsulları, kalbasa, sosis, bunların tərkibi çoxlu, yəni maddələr, yağ miqdarı çox olur, duzlu olur, həm sənaye baxımından işlənmiş olur, kimyəvi qatıqlar olur içində. Bunlar da həmçinin qaraciyərə zədələyici təsir göstərir. Yağlı ətlərin tez-tez qəbulu, qoyun əti, domuz əti, məsələn, qaz ördək əti, onların yüksək yağ tərkibinə malik olduğu üçün tez-tez istifadə qaraciyərdə yığılaraq onun piylənməsinə gətirib çıxardır. Belə halda ən çox yağlı, yəni ətlərdən, məsələn, toyuq əti dərisiz formada, məsələn, hinduşka əti, sonra yağsız dana ətindən, balıq ətindən, yəni üstünlük vermək daha məqsədə uyğundur. Qızartmalardan, yəni burada qadağandır. Yeməklər daha çox yəni sobada, məsələn suda bişirilsə daha məqsədə uyğundur. Qidaları məsəl üçün və suyu, mayeni soyuq halda içmək məsləhət görünmür. Çünki o da qaraciyəri həmçinin soyuq halda qəbul olunan qida, içkilər zədələyici təsir göstərir orqanizmə. Sutalıq duzun miqdarı 5 qramdan artıq olmamalıdır. Yəni qaraciyər üçün ziyanlıdır. Ağ undan hazırlanmış çörəklər əvəzinə, məsələn, buğda unundan təmiz, çoğdar unundan hazırlanmış çörəklər və yaxud kəpəkli çörəklərdən istifadə edə bilərsiniz. Qidalar məsələn gün ərzində 3 dəfə ana yemək və 3 dəfə də ara öğün şəklində qəbul olunsa daha məqsədə uyğundur. Gördüyünüz sarımsaqdır. Sarımsağın tərkibində kükürt birləşmələri vardır. Onlar qaraciyər fermentlərini aktivləşdirir. Sonra tərkibində onun allisin maddəsi vardır. Selenlə zəngindir. Bunlar da həmçinin qaraciyəri yəni zədələnməkdən qoruyur. Bişmiş halda bişməmir. Fərqi yoxdur, bişmiş halda istifadə. Kimin bağırsaq problemləri varsa, onlara yəni ki, məsləhət görülmür çiğ halda istifadə etmək. Amma normal insandırsa, yəni istifadə edə bilər. Bu ədviyyat sarı köksür, qaraciyər hüceyrələrinin əsas regenerasiyasını stimullaşdırır. Tərkibində kurkumin maddəsi vardır. Təbii ödül ifrazını artırır. Bu da bədəndən toksinlərin həmçinin yəni ki, çıxarılmasını prosesini sürətləndirir. Gördüyünüz bu ilıq su və limondan ibarət olan içki qaraciyəri təmizləmək üçün çox faydalı bir içkidir. Fermentləri aktivləşdirir, bədəndən toksinləri çıxardır. Yəni bunu əgər mədə bağırsaqda problemi insan yoxdursa, heç bir problemi, səhər-səhər ac qarnına da 1-2 stəkan, yəni ki, ac qarnına içə bilər. Sonra da yarım saat sonra səhər yeməyini yeməyə bilər. Almanın tərkibində çoxlu flavonoidlər vardır ki, bu da orqanizmdə iltihabi prosesləri ləngidir. Bundan başqa, alma həmçinin pektinlə də zəngindir. Bu da orqanizminə zərərli maddələrin atılmasında çox böyük kömək edir. Çuğundur. Deməli, əgər qaraciyərinizi sağlam saxlamaq istəyirsinizsə, çalışın tez-tez bişmiş çuğundurdan istifadə edəsiniz. Bundan başqa çuğunduru dilimləyib, üzərinə sarkök səpib, biraz da istiot səpib yeyə bilərsiniz. Burada, yəni ki, sarköklə, deməli, həmçinin sarkökün tərkibində olan kurkuminin təsirini istiotla onun təsirini artıra bilərsiniz ki, istiot kurkuminin orqanizmə olan xeyirli təsirini artıracaqdır. Həmçinin çuğundur da bir sıra qaraciyərdə faydalı təsir görür, qan artırır, qaraciyər hüceyrələrini təmizləyir. Yəni çox bir faydalı bir tərəvəzdir. Ənginar viskisi. Ənginar tərkibində çoxlu antioksidantlarla zəngindir, liflə zəngindir, minerallar sayəsində öd ifrazını artırır. Onun tərkibində sibimarin və sinarin adlı bir maddələr vardır ki, bunlar anti-hepatotoksik təsir göstərir. Yəni qaraciyər hüceyrələrini bərpa edir, yeniləyir, regenerasiyasını artırır və həmçinin qaraciyərin funksiyalarında yaxşılaşdırılmış olur.
Avokado bitkisi. Avokado qaraciyəri zəhərli maddə olan qalaktozamindən qoruyur ən çox. Həmçinin avokado özü bir yağ deposudur. Omega 3-lə zəngindir. Dietik bir tərəvəzdir. Həmçinin deməli yağ yandırma xüsusiyyətinə malikdir. Soyularaq yeyilir. Digər fəsillərdə yağından istifadə edə bilərsiniz, toxumundan istifadə edə bilərsiniz həmçinin. Bu da çox antihepatotoksik bir təsir göstərir. Tərkibində olan silinari, silipin, silikristin maddələri qaraciyərin hüceyrələrini bərpa edir, yeniləyir. Tərkibində çoxlu zülallar vardır, vitaminlər vardır, B, Y, D, K vitaminləri, mineral maddələr, fermentlər var, mangan, kalsium, ferrum, zink, selen, çox yəni ki, tərkibi xəstəliklərin qarşısını alır, ört daşı xəstəliyinin yaranmasının qarşısını alır. Bundan başqa lipid spektrinin yəni ki, mübadiləsini sürətləndirir, xolesterin, trigliseridlərin yəni ki, normada saxlayır miqdarıdır. Plus həmçinin xərçəng xəstəliyindən də yəni bu bitki çox oluyor. Kərəviz bitkisi. Kərəviz özü bir demək olar ki, detoks bir tərəvəzdir. Qaraciyərin təmizlənməsində, orqanizmin bədəndən zərərli toksindən təmizlənməsində çox faydalı bir yəni ki, tərəvəzdir. O, hüceyrələrin yenilənməsini artırır, metabolizmanı sürətləndirir, çəki verməyə kömək edir, həmçinin yəni çox faydalı pilləmənin qarşısını alır. Vitamin C ilə zəngin olan sitrus meyvələri. Bunlar da çox qaraciyərə bir faydalı olan meyvələrdir. Onlar həm immuniteti qaldırır, həm maddələr mübadiləsini sürətləndirir. Bundan başqa hüceyrələri yeniləyir. Qaraciyərdə sərbəst radikalların zədələnməsindən qoruyur qaraciyəri. Yağlar mübadiləsini tənzimləyir, həzmi asanlaşdırır. Qaraciyərdə sağlam qalmasına həmçinin kömək edir. Ona görə çalışın qida rasionunuzda hər gün vitamin C tərkibli meyvələrdən istifadə edirsiniz. Burada mən sizə özüm şəxsi praktikamdan bir nümunə göstərmək istəyirəm. Burada pasiyent 32 yaşlı kişidə ezofageal reflü şikayətləri vardır. Qaraciyərin sınaqlarında yəni normadan burada analizlərə ardıcıl göstərmişəm. İlk 3 ayda onun qaraciyər sınaqları normaya düşmüşdür. Sonraki digər 3 ayda isə artıq lipid spektrda, yəni orada yəni ki, normaya gəlib çıxmışdır. Həmçinin ilk 3 ayında ezofageal reflü getmiş, sonra 6 ay sonunda isə artıq xəstədə qarın ətrafı, bel ətrafı əzəllər, yəni ki, pi qatında azalmalar müşahidə olunmuşdur. Həmçinin analiz nəticələri də yəni ki, normaya düşmüşdür. Diqqətiniz üçün minnətdaram. Doktor İlsar Məmmədova kiçik bir məlumatında diqqətinizə çatdırmaq istəyir. Bizə qaraciyər çatışmazlığı ilə gəlib müraciət edən xəstələrin bir neçə qrupa bölünür. Bu genetik irsi qaraciyər xəstəlikləri var. Bir də çox hepatitlərlə müraciət edən xəstələr var. Yəni hepatit B və C. Hepatit C yoluxanda müalicə olunur. 3 və ya 6 aylıq bir müddətdə tam sağlana bilir xəstədir. Amma hepatit B-nin müalicəsi çox uzun müddətdir, illərlə çəkilir. Amma bunun peyvəndi var. Yəni aramızda heç hepatit B peyvəndi olan var, yoxdur. Amma misal üçün hamımız qadınlar manikürə gedirlər, kişilər bərbərə gedirlər, diş həkiminə gedirik, ginekoloqa müraciət edirik. Və mən hamıya tövsiyə edirəm ki, hepatit B-nin peyvəndində olsunlar. Düzdür, xidmətlər zərfinə daxil olmuyor, amma bundan qorunmaq mümkündür. Çünki hepatit B ilə bizə yaxınlaşında sırf transplantasiyaya çatan çox xəstə var. Və hepatit B-yə bağlı siroz olub qaraciyər köçürülən xəstə ilə və digər xəstəliklərə bağlı olan da eyni deyil. Misal üçün, hepatit digər xəstəliklərə bağlı siroz olan dediyimiz qaraciyər köçürüləndə o normal əməliyyatlı olub, adi digər orqan köçürülənlərin qəbul etdiyi dərmanları qəbul edir. Amma hepatit B-yə bağlı siroz olanlar isə onun dövlətə qarşılanır, bir əməliyyat zamanı olan çox məbləğdə çox olan bir iğnə istifadə edir və hər ay o 450 manatlıq iğnədən özünə vurmalıdır ki, əməliyyatdan sonra bu yenidən köçürülən qaraciyərdə hepatit B əmələ gəlməsin. Ona görə mütləq hepatit B-lə peyvənd olmalı hamımıza tövsiyə edirəm. Özəl klinikalar bilirlər. Düzdür, insanlarımızda peyvəndə qarşı bir mənfi düşüncə var, amma bu elə deyil. Necə ki, biri it işləyəndə gedib quluz peyvəndini olursa, olmayanda dünyasını dəyişə bilirsə, hepatit B-lə elə. Mütləq məlumat alın, maraqlanırsa, özəl klinikada olursa, çox böyük bir məbləğ də deyil. Yəni, hepatit B-yə yoluxanda istifadə olunan dərman ən az
100, ən çox 250 manatadır. Onu dövlət verməsi verir uzun bir müddət sonra. Amma peyvənd gəlib bizə 100-150 manata başa gəlir, sonra niyə olmayaq ki? Yenə deyirəm, hamımız diş həkimində də oluruq, ginekologa da gedirik, kişilər hamı bərbərə gedir, qadınlar da manikürə gedirlər, pedikürə gedirlər. Heç birimiz hepatit B-dən sığortalanmamış. Mən özüm olmuşam 2010-cu ildə. Bugünə qədər də analiz vermişəm, qorunuram. Yəni hepatit bir qanun mənə tutulsa və mən yoluxmayacam. Bu çox 2000-ci ildən bu yana dövlət bütün doğulan uşaqları peyvənddir, amma yetkinlər peyvəndlənməklər. Buyurun. Qorxunc virusdan hamı qorunmuş olar. Müraciət olunur. Əsasən də tibb müəssisələrində işləyən işçilər üçün. Mütləq. Laboratoriyalarda tibb bacıları iynə vururlar, hamısı risk altındadılar. Mənə elə gəlir ki, icbari tibbi sığorta qarşılamalıdır. Biz də hamımız böyük məmnuniyyətlə, mən istəyərdim, gedim, özümdən yəni istifadə edim. Müraciət olunub inşallah ki, sağlanacaq, amma o nə vaxt olacaq bilmədiyimiz üçün vaxtında elətdirməyimiz daha önemli olmalı. Kimsə aktiv, hər bir müəssisə də buyurabilir, o daha ucuz başa gəlir. Ve özel komitede olanlar var, asıl verilerde de belli olan birinci ay vurulur, ilk vurulur, 0. ay sayılır. Bir ay sonra bir dozla vurulur, 3 ay sonra bir dozla vurulur. Ondan sonra devamlı bir 20'li, yani 15 administrasyon ünitesi var, bir 20-25 imunitet yaranır. Yani onun maliyeti çok değil, yani tüketilen zərfini gözleyene kadar tip işçiler mütləq olmalı. Bir her kadar hiçbirinin sağlıklanmamış. Gəlir də bizə. Adam gəlir çıxarlar yok. Çünkü istəyir hepatit B olsun, istəyir hepatit C, heç kimin olsan ki, gün işi o xəstədir. İş işten keçəndən sonra qaracağır 15-20 sıradan çıxandan sonra da ki, bu hepatit B ve buna bağlı yolda sirozdan edir. Sağ olun. Bizler gibi sigortan firma nəzarəti hesabı günümüzdə genişləndirilməkdədir. Ümid edirik ki, qısa bir müddətdə əlavə edilər. Beləliklə tədbirin sonuna gəldik. Son olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, layihə haqqında ümumi məlumatlar bufet formasına salınıb və hər birimiz tədbirə başlamazdan öncə masalarımıza yerləşdirilmişdir. Onları da özünüzlə götürməyi, paylaşmaları unutmayın. Teşekkür ederim. İştirak ettiğiniz için sağ olun.